2025-ci ilin sentyabr ayında fəaliyyətə başlayan Xıdırlı məktəbində hazırda 226 şagird təhsil alır. 30 nəfər heyəti olan məktəb ümumilikdə 500-dən artıq şagirdə dərs vermə gücünə malikdir və ən sevindirici xəbər ondan ibarətdir ki, yanvar ayında artıq bu məktəbin şagirdləri öz məktəblərini olimpiyadada təmsil edəcəklər. Mən Xıdırlıya gəlmək üçün həvəslənirdim. Bura çox qəşəng kənddir. Buranın məktəbi də qəşəngdir. Mən bura gəldiyim üçün çox sevindim. Universiteti bitirdikdən sonra öz kəndimizə müəllim olaraq qayıtmışam. Çox təəssüf edirəm. Müəllimlik fəaliyyətim kəndimizdə 3 il davam elədi. Və mən 26 yaşımda Xıdırlı kəndini tərk etdim məlum səbəblərdən. Sonraki illərdə müəllimlik fəaliyyətim, təhsil sahəsində fəaliyyətim davam edirdi. Amma mən gənclik illərində Xıdırlı məktəbindəki o fəaliyyətimin davamını gətirə bilmirdim. Başqa istəklərim, başqa arzularım var idi. Və 2025-ci ildə, sentyabr ayının 15-də, 26 yaşımda yarımçıq qoyduğum kənd məktəbindəki müəllimlik fəaliyyətimi növbəti dəfə bu məktəbə direktor olaraq qayıdaraq davam elədim.